Allahın lütfu ilə mübarək Ramazan ayının bu 7-ci günündə Qəzza zolağının şimalındakı qaçqın düşərgələrində yaşayan uşaqlara ayaqqabı paylayırıq. Bu xeyirxah dəstək Azərbaycandakı Al-Baraka fondundakı qardaşlarımız tərəfindən təmin edilir. Uca Allahdan bu xeyirli işi bizdən və sizdən qəbul etməsini, bu çətin günlərdə Qəzza xalqına davamlı dəstək olan xeyriyyəçi qardaşlarımızdan razı olmasını diləyirik. Allah sizdən razı olsun. Qəzzadakı qardaşlarımıza göstərdiyiniz bu dəstək daim olsun. Bizə bu ayaqqabıları çatdırdığı üçün Al-Baraka fonduna təşəkkür edirik. Çətin vəziyyətdəyik, çadırlarda yaşayırıq. Dünən gecə yağan yağışdan hər yerimiz su içində qaldı. Dualarımız sizinlədir. İnşallah bizə dəstək olmağa davam edərsiniz. Çox sağ olun.